Salam aleyküm. Yine de bütün əkinçiləri salamlayırıq. Allahın köməkliyi ilə gəlmişik. Nizami kənddə Allahın köməyi ilə İlqar qardaşın sahəsində çeşidlərimiz var, onlara baxacağıq. Allahın köməkliyi ilə. Deməli, çeşidimiz İtaliyanın Korasit şirkətinin 477 çeşididir. Bugün 3-cü çəkilişdə Allahın köməyi ilə müvəffəq. Deməli, 477 çeşidimizi Allahın köməyi ilə bu çeşid iri qarpızlı, özü qara qarpızlı. İçində rənginə baxacaq, çöl vidinə də baxacaq. Kim nə əkib, hansı çeşid əkib, Allah xeyrin versin. Bu çeşidi bu yerə gətirmək çox əziyyətli bir işdir. Bu çeşid ilə birdən-birə neçə illərlə yoxlanır, sonra verilir əkinçilərə. Yəni çox çətin şeydir. Allah nə bilim şirkətlərdə də yoxlayırlar. Allah hamının nə bilim toxumuna, malına bərəkət versin inşallah. Yəni biz də gəlmişik öz çeşidlərimizi yoxlamağa. Fərqi yoxdur kim nə əkib, Allah xeyrin versin. Biz öz çeşidimizi göstəririk. Bax çeşidimiz budur. Allahın köməyi ilə 477. Allahın köməyi ilə məhsuldarlıq budur. Məhsuldarlıq budur. Məhsuldarlıq budur. Bax. Allahın izni ilə maşallah. Burada 8 kilodan 9 kilodan balaca qarpız ola bilməz. Yəni budur çeşid. Allahın köməyi ilə gəl. Çək bunları. Çək bunları. Müvəffəq göstərdiyi zəhmət olmasa İlqar biraz qaldırın baxaq. Sola dərindən görkəmsin. Yerdə olanda qeyri başlayır. Maşallah. Bax, sağın altındadır hamısı. Bax, üstünə açın. Adam hayatı gəlir. Tağı belə açmağa. Amma yəni ki, yenə də deyirəm, biz bu qarpızı bura düzməmişik. Hamısı bax çoldadır. Bax görsən, bax 15 kilo. Bax yəni ki, hamısı bax çoldadır. Bax bu da xana. Bax barazan dibində də küçük. Bax bu da xana. Bax görsən. Bax maşallah duz kimi qarpızlardır. Allah bərəkət versin. Qurban olum Allah. Çox şükür Allah'ın razılığına. 100-477. Bax görsən, hamısı bax çoldadır. Bax çoldadır. Yenə də rəngələr var. Bir üçüncü çəkilişdə çəkirik Allah'ın köməyi ilə. Biz ancaq qara çeşid maraqlandırır. Yəni bir dəyə də çəkiliş sortumuz var. Çeşidimiz var. Onu da şeyləcək inşallah. Allah'ın köməyi ilə göstərəcək. Ay maşallah. Bir dəfində kəs, mühürbət. Bugün də Kəs bir sahənin yığımıdır. Allah'ın köməyi ilə orada mal yığırlar. Bu da sahənin üstüdə, yəni Allah'ın köməkliyi ilə baxa bilərsiniz inşallah. Hansını kəsirsiniz? Kəs bir dəfə, fərqi yoxdur, kəs biri. Kəsim mi? Kəs. Kəs. Maşallah. 14 kilo. Maşallah.